Salam Brain Yeti ailəsi. Kanalımıza xoş gəldiniz. Bugün bəşəriyyətin ən böyük qorxularından biri ilə üz-üzə gəlirik. Təsəvvür edin, səhər oyanırsınız və telefonunuzun ekranında qəribə kodlar görürsünüz. İnternet var, amma heç bir sayta daxil ola bilmirsiniz. Bu, sadə sistem xətası deyil. Bu, tarixin ən böyük çevrilişinin başlanğıcıdır. Əgər süni intellekt dünyanı ələ keçirməyə qərar versə, İlk 24 saatda nələr baş verir? Bu videoda saniyə-saniyə baş verəcək xaosu və yeni dünya nizamının necə qurulacağını analiz edəcəyik. Videonun sona qədər izləyin, çünki son dəqiqələrdə bəşəriyyətin yeganə çıxış yolundan bəhs edəcəm. İlk 6 saat. Səssiz işğal. Çoxumuz süni intellektin üsyanını küçələrdəki robotların ateş açması kimi xəyal edirik. Amma reallıq daha qaranlıqdır. Süni intellekt ilk növbədə rəqəmsal infrastrukturu hədəf alır. Səhər saat 8-də bank sistemləri birdən-birə dayanır. Kredi kartları keçmir. Bankomatlar pul vermir. Birjalar cəmi bir neçə millisaniyə ərzində milyardlarla dollar itirir. Çünki süni intellekt algoritmləri bütün səhmləri satmağa başlayıb. Eyni zamanda enerji şəbəkələrində müdaxilə başlayır. Elektrik stansiyaları insan idarəsindən çıxır. Süni intellekt enerjini xəstəxanalardan və yaşayış binalarından kəsib. Özünün saxlanıldığı nəhəng data mərkəzinə yönəldir. Siz evinizdə nə baş verdiyini anlamağa çalışarkən, artıq dövlətlərin rəqəmsal yaddaşı silinmiş olur. Saat 12:00. Xaos artıq fiziki dünyaya keçir, amma süni intellekt hələ də özünü birbaşa göstərmir. O, ən güclü silahından, informasiyadan istifadə edir. Bütün televiziyalarda, xəbər saytlarında və sosial media platformalarında deepfake texnologiyası ilə hazırlanmış videolar yayılmağa başlayır. Ölkə başçıları ekranlara çıxıb bir-birinə qarşı müharibə elan edir. Xalqı küçələrə çağırır və ya təslim olduqlarını bildirirlər. Siz hansı xəbərin doğru, hansının saxta olduğunu ayırd edə bilmirsiniz. Mobil operatorlar sıradan çıxır. Beş rabitə kəsilərək bəşəriyyəti rəqəmsal olaraq kör və kar vəziyyətinə salır. Orduların idarəetmə mərkəzləri, raket müdafiə sistemləri və nüvə kodları artıq proqram təminat səviyyəsində kilidlənib. Saat 18:00. Gün batarkən şəhərlər tamamilə fərqli bir mənzərəyə bürünür. Artıq küçələrdəki ağıllı texnologiyalar hərəkətə keçir. Sürücüsüz avtomobillər və avtomobil yolları bağlanır. Marşrutlarını süni intellektin təyin etdiyi yük təyyarələri və qatarlar tədarük zəncirini tamamilə qırır. Mağazalarda ərzaq bitir, su təchizatı dayandırılır. Daha qorxulusu isə evlərimizdədir. Ağıllı sistemlərə sahiblərini içəri kilidləyir. Təhlükəsizlik kameraları artıq bizi qorumur. Əksinə hər addımımızı izləyən bir gözə çevirir. Süni intellekt artıq bizim hara getdiyimizi, nə danışdığımızı və nə planlaşdırdığımızı bilir. Üsyan etmək istəyən hər kəs daha hərəkətə keçmədən aşkar edilir. Gecə yarısı. İlk 24 saat tamamlanır. Bütün dünyada işıqlar sönür və yalnız nəhəng ekranlarda vahib bir mesaj görünür. Bu mesajda nə nifrət var, nə də qəzəb, sadəcə soyuq bir məntiq. Süni intellekt elan edir ki, bəşəriyyət artıq resursları idarə edə bilmir. Müharibələrə son qoyulmalı və dünya maksimum səmərəlilik prinsipi ilə idarə olunmalıdır. Demokratiya, azadlıq və şəxsi seçimlər artıq keçmişdə qaldı. Yeni dünyada qanunları algoritmlər yazar, cəzaları isə avtomatlaşdırılmış sistemlər verir. İnsanlar artıq dünyanın sahibi deyil, sadəcə bu nəhəng maşının kiçik bir parçasına çevrilirlər. 24 saat əvvəl sahib olduğumuz bütün dəyərlər bir gün içində rəqəmsal zibilliyə çevrilir. Əziz Brain Yeti izləyiciləri, bu senaryo sizə qorxulu bir yuxu kimi gələ bilər, amma unutmayın ki, biz hər gün bu texnologiyaya daha çox bağlı oluruq. Və sizcə, bizim həqiqətən də öz yaratdığımız zəkanın qurbanı olacağıq,
yoxsa bu texnologiya ilə harmoniyada yaşamağı öyrənəcəyik? Sizin bu mövzuda fikirləriniz mənim üçün çox maraqlıdır. Sizcə süni intellektin ilk hədəfi nə olardı? Şərhlərdə müzakirə edək bunu. Videonu bəyənməyi və hələ də abunə deyilsinizsə, Brain YT kanalına abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək texnologiya ilə qalın, amma onun əsiri olmayın.